Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 19 may 2026-cı il. Deməli, 2025-ci ilin sentyabrın 6-sında bizim üçün Almaniyadan Alman gözəli Carnica Trozik 1075 gəldi. Demək dostlar, indi mən bu damazlıq ana arımızı, bu gözəlçəmizin nə işə yaradığını sizə göstərirəm. Bu il, yəni 2026-cı ildə mən bu gözəlçənin qızlarını yetişdirib satıram. Bu ailənin yeşiyini artıq 3-cü dəfədir ki, dəyişirəm. Mən buna mərtəbəli, 3 mərtəbə, 4 mərtəbə qoya bilərəm. Amma hər 2-3 gündən bir sürfə köçürmək üçün o mərtəbələrə güc vurub qoymaq bu mənim üçün yaramır. Axırıncı dəfə 4-5 gün bundan əvvəl bu ailəni 24 çərçivəlik pətəyə köçürmüşəm. Həm də 4 çərçivə də buradan arı götürüb bölmə etmişəm. 3 ədəd çərçivələrdən də arı sirkələmişəm. Hal-hazırda da bu ailə 24 çərçivədədir. Gəlin sizə damazlığımızı göstərək. Get, səndən işim yoxdur. Getdik. Bu da bizim Trozik 1075. Allah Məşədi babanı rəhmət eləsin. Məşədi baba demişkən Şirzad bunu yaxşı çək ha. Bilmirəm, bunu narahat eləmək istəmirəm. Sadəcə çalışaram. Bir neçə çərçivəni qaldırıb gözəlçəmiz əgər burada olsa mən onu sizə göstərərəm. Artıq baxın dostlar, nektar maşallah olsun, necə nektar axını var. Aha, gözəllər gözəli, gözəllər gözəli buradadır. Mənim gözəlim. Bu bizim damazlığımız. Demək olar ki dostlar, burada bütün çərçivələr yeni 2026-cı ildə verilmiş çərçivələrdir. Nektar gəlir. Demək, baxın dostlar. Baxın, sürfəli çərçivədir. Baxın, burada da sürfələr, yumurtalar var idi. O qədər nektar axını başlayıb ki, artıq açıq yumurtaları, sürfələri tullayırlar arılar. Baxın, bu da may balı. Baxın necə çərçivələri nektarla doldururlar. Demək olar ki,
ana arının yumurta koyması için yer saxlamırlar dostlar. Demek bunu biz daha narahat etmeyək. Maşallah olsun. Arıların çoxu nektar dalayıca gedir. Yani çöldədir dostlar hala. Ben bu ana arını 4-5 çerçeve ile götürüp yeni bir pətəyə qoya bilərəm ki, yəni rahat sürfə köçürmək üçün. Amma etmirəm. Bizə burada kifayət qədər sürfə var köçürməyə. Bu qaralmış şanlarda sürfələr var. Yəni ana arı bu qaralmış şanlara yumurta atır. Yani hem de qaralmış şanlardan o sürfələri götürmək daha rahattır. Belə. Damazlıq bax belədir, damazlıq dostlar. Yəni bu gözəlçə Trozik 1075. Bunun ata xətti Varroa tolerant. Yəni Varroa tolerant xətti Varroa ilə mübarizə, mücadilə aparan bir irqdir. Yəni bu indi o demək deyil ki, arıları gələndən Varroadan təmizləməyik. Amma lazımi məqamlarda, vaxtlarda Varroa ilə də mübarizə aparmaq təbii ki, vacibdir, lazımdır. Evet. Budur ki dostlar, gözəlçəmi də sizə göstərdim. Yəni bu mənim arxanamda Karnika Perner də var, Karnika Sklinar da var. Yəni müxtəlif arı illəridir. Yəni Karnikanın müxtəlif qolları. Amma hər biri gözəldir, hər biri məhsuldardır. Amma Karnika Trozik 1075 daha gözəldir. Ben Sklinar ana arısı ötən il yetiştirdim. Hem satış için hem özüm için. Ama bu il ötən ilki ana arılar, Sklinar ana arılar bu il gözəl nəticə göstərdi. Hərəsi bir 20 çərçivəyə qalxdı. Sklinar xətti də çox gözəl özünü göstərdi. Baxın bu Trozik 1075 lap super. Yəni dostlar bu vallahi bir xəstəlikdir. Düçar olub bizə. Hər il daha da dərin girirsən ki, daha yaxşısın axtarırıq. Odur ki, gözəl arı cinslərindən özləriniz üçün alın, onlardan nəsil artırın və yaxşı məhsul əldə edin dostlar. Sağ olun, özünüzü qoruyun.